Salam, hər vaxtınız xeyir. Bugün kibertəhlükəsizlik dərslərimizin 6-cı dərsindəyik. Bugünkü dərsimizdə ümumi hücum vektorlarına baxacaq. Bu başlıq altında bir neçə alt başlıq öyrənəcək. Bunlar hansılardır? Web hücumları, wireless hücumlar, asymmetric and symmetric encryption, hashing və encryption'ın fərqi nədir? Bunu öyrənəcək və son olaraq kriptografik hücumlar. Bu başları öyrənəcəyik. İlk olaraq web hücumları nədir? Web hücumları kiber cinayətkarların web saytları, tətbiqləri və istifadəçiləri hədəf alaraq həyat keçirdikləri zərərli fəaliyyətlərdir. Burada məqsəd müxtəlif ola bilər. Məsələn, şəxsi məlumatların oğurlanması və ya xidmətlərin pozulması və ya da icazəsiz giriş əldə etmək, sistemə sıradan çıxarmaq. Bu kimi məqsədlər ola bilər. Yəni bir sözlə bu hücumlar web üzərindən həyat keçirilir və buradakı məlumatları hədəf alır. Bu web hücumları üçün OWASP Top 10 siyahısı var. OWASP nə deməkdir? OWASP Open Web Application Security Project açılımındadır və web tətbiqlərindəki ən kritik 10 təhlükəsizlik riskini təqdim edir bu Top 10 siyahısı. Bu siyahı tez-tez yenilənir. Artıq təxminən 4 ildən bir demək olar və bu gördüyünüz 2021-ci il versiyasıdır. Burada əsas məsələ hücumlar daha çox eyni qalsa da onların aktuallığı dəyişir və buna görə də onların siyahıdakı yerləri dəyişir. Burada görə biləcəyiniz 10 hücum ən aktual 10 hücumdur hal-hazırda. Artıq yaxın günlərdə ya da hətta ola bilsin bu videonu izlədiyiniz tarixdə artıq 2025-ci il versiyası yenilənib. Amma əsas olan hücumların çox eyni qalır, ancaq onların yerləri dəyişir. Yəni başa düşə biləcəyiniz kimi ən aktual hücumlardır və bunları ona görə də bilmək, bunlara qarşı müdafiə sistemlərini bilmək çox vacibdir. Wireless hücumlar Wi-Fi şəbəkələrindəki zəif nöqtələri hədəf alır. Burada məqsəd şəbəkəyə giriş əldə etmək, məlumat dinləmək və ya rabitəni pozmaq ola bilər. Bu hücum növlərinə məsələn wireless eavesdropping, sniffing, yəni hücumun örnək vermək olar. Bu zaman şəbəkə trafiki gizlicə dinlənilir və ya wireless DOS hücumu ola bilər. Bu da ki, şəbəkəyə o qədər siqnal göndərilir ki, artıq əlaqə dayanır, yəni rabitə pozulur. Başqa Evil Twin hücumu demək olar, RFID hücumlarını demək olar və ya elə zəif şifrələnmiş Wi-Fi şifrələrini qırmaq ola bilər. Bu hücumlara qarşı ən yaxşı qoruma güclü şifrələmə, VPN-dən istifadə və şəbəkəyə kimin qoşulduğunu izləmək, yəni şəbəkəyə monitorinq etməkdir. Encryption, yəni şifrələmə, məlumatı oxunmaz hala gətirmək üsuludur. İki əsas növü var, symmetric encryption və asymmetric encryption. Symmetric encryption zamanı həm şifrələmək üçün, həm də deşifr etmək üçün eyni addan istifadə olunur. Buna görə də bəzən bu üsula single key üsulu deyilir. Bu zaman düşünün ki, sizin bir text faylınız var və onu şifrələyib göndərmək istəyirsiniz. Simmetrik şifrələmə ilə siz müəyyən bir açarla, belə desək, yəni bu şifrələmənin açarı ilə məlumatı şifrələyirsiniz və məlumatı göndərərkən də bu açarı onunla birlikdə göndərirsiniz. Bu zaman alıcı tərəf həm şifrələnmiş tekstinizi görür, həm də onun içərisində yerləşdirdiyiniz açarı görür. Və bu açarla həmin o şifrələnmiş teksti açır. Bu üsul sürətlidir. Buna görə də böyük həcmli datalar üçün daha yaxşıdır. Ancaq görə biləcəyiniz kimi burada bir problem var. Açar mətnlə birlikdə, yəni data ilə birlikdə göndərildiyi üçün, əgər belə desək ki, yolda bu mətn aşağı çıxarsa və açar da onunla birlikdə göndərildiyi üçün həmin açarla hücumçular da bu şifrələmə üsulunu qıra bilərlər. Bu kimi problemi mənfi tərəfi olur. Asymmetric encryption isə bu problemi həll edir. Belə ki, bu üsulda iki açar var. Biri ictimai, yəni public, digəri isə şəxsi, yəni private açarlar. Sizin bu zaman datanız, yəni bu zamandakı bu mətn faylınız ictimai açarla şifrələnir və yalnız alan şəxsin private, yəni şəxsi açarı ilə açılır. Bu metod daha təhlükəsiz açar ötürülməsini təmin etsə də bir qədər symmetric encryption-a görə zəif cəhəti olur ki, daha zəif məlumat ötürülməsi baş verir. Asymmetrik metodlar adətən açar mübadiləsi, rəqəmsal imzalar və mühüm kommunikasiya kanallarında istifadə olunur. İndi isə gəlin hashing nədir, bunu öyrənək. Hashing məlumatın özünü yox, onun rəqəmsal izini çıxarır. Bu zaman belə düşünün ki, sizin bir text faylınız var yenə, mətniniz var. Bu hash funksiyalarına daxil olur və bu funksiyalar onu hashlənmiş text formasına gətirir.
Bunun üçün bir çox funksiya, algoritm var. Məsələn, MD5, SHA-1, SHA-256, SHA-3 və ya Bcrypt. Məsələn, örnək vermək olar bunlara. MD5 artıq zəif hesab olunur. SHA-1 də artıq bəzi zəifləri aşkar olunub. SHA-256 və SHA-3 isə müasir və güvənlidir bu dəqiqə. Bcrypt isə daha çox parollar üçün tövsiyə olunur. Hətta bugün yazılan bir çox tətbiqlərin daxilindəki parollar üçün də həmin parolları heşləmək üçün bu kitablardan istifadə olunur. Yəni Bcryptin kitablarından istifadə olunur. Hashing parolların qorunması, məlumatın dəyişmədiyini yoxlanması, yəni integrity tərəfindən yoxlanması və məlumat axtarışlarının sürətləndirilməsi üçün istifadə olunur. Hash dəyəri hər zaman eyni uzunluqda olur və geri qaytarıla bilməz, yəni deşifr oluna bilməz. Hashing və encryption'ın fərqi nədir bəs? Burada hashingin məqsədi məlumatın bütövlüyünü təmin etməkdir, encryption isə məlumatın gizliliyini təmin etməkdir. Deşifrə olunmaq hashingdə olmur, ancaq encryptionda bu mümkündür. Açar tələbi isə encryptionda olur, ancaq hashingdə belə bir şey tələb olunmur və dəyərlərdə isə hashing dəyəri hər zaman sabit olur, encryptionda isə bu dəyişə bilər. Yəni qısaca belə bir demək olar ki, hashing yoxlayır ki, məlumat dəyişib ya yox, yəni integritini təmin edir. Encryption isə konfidensiallığı təmin edir, yəni gizlədir ki, başqaları oxuya bilməsin bu datanı. Kriptoqrafik hücumları isə az əvvəl danışdığımız şifrələmə və hashing sistemlərini sındırmaq məqsədi ilə həyata keçirilir. Bu hücum növlərinə ən geniş yayılmış örnəklər, məsələn, brute force hücumunu deyə bilərik. Burada bütün mümkün kombinasiyalar sınanır. Bundan əlavə dictionary, lüğət hücumu yəni olur. Bu isə söz siyahısı ilə parolları yoxlayırlar. Əvvəldən hazır olunmuş söz siyahısı var və onunla parolları yoxlayırlar. Bir başqa hücum növü rainbow table hücumudur. Bu isə əvvəldən hesablana bilən hashlərin cədvəli ilə müqayisə olunaraq aparılır. Collision hücumu var. Bu isə eyni hashə sahib fərqli iki məlumat tapmaq üçün aparılır və əgər bu olarsa artıq sistemi manipulyasiya etmək mümkün olar. Və bir başqa hücum isə pre-image hücumudur. Bu isə müəyyən bir hashə uyğun orijinal məlumat tapmaq üçün aparılır bu hücum. Bu hücumlara qarşı güclü algoritmdən istifadə etmək, uzun və kompleks parollar seçmək və əlavə bəzi müdafiə mexanizmləri var ki, bunları tətbiq etmək vacibdir. Beləliklə, bugünkü dərsimizin də sonuna gəldik. Bugünkü dərsimizin tapşırıqları hashing funksiyalarını araşdırmaq və kriptoqrafik hücumların növlərini daha yaxşı araşdırmaq, daha dərindən öyrənməkdir. Dərslə əlaqəli hər hansı bir sualınız olsa da bizimlə bölüşə bilərsiniz. Hər zaman kömək etməyə hazırıq. Elə isə özünüzdən müğayət olun. Gələn dərsə görüşənə qədər.